Mühasib köməkçisi işi var yoldaşlar. Rahat mühasib köməkçisi işlərindən biridir bu. 20-45 yaş aralığında verir sizə. Yəni geniş yaş həddi var. Xanım olmalısınız. Saat 10-un yarısından 5-in yarısına qədər bir işdir yoldaşlar. Kadr kargüzarlığı ilə bağlı bütün sənədləşmə proseslərini həyata keçirməlisiniz. İşə qəbul, vəzifə olunma proseslərini də aparacaqsınız. Yəni bu həm də belə deyək də insan resurslarına aid olan vəzifə öhdəliyi də var. Məzuniyyətin verilməsi proseslərini aparacaqsınız. Uçot əməliyyatlarını icra edəcəksiniz. Yəni proqram bilirsinizsə, amma təcrübəniz belə deyim də yoxdursa da, yəni müraciət edə bilərsiniz bu işə. Əgər bu sahədə peşəkarsınızsa, bilikləriniz varsa. İş yeri də Əhməd Rəcəblidədir yoldaşlar. Atatürk liseyinin yaxınlığındadır. Belə bir işdir. Digər mühasib işlərlə də tanış olmaq istəyirsə, bir sözlü iş tapmanızı çətinlik çəkirsinizsə və ya da bu iş işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlazvəli kanala. Kanala daxil olduqdan sonra diqqət etsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.